Hörmətli izləyicilər, əgər siz də pensiyaların artmasını və pensiya yaşının azaldılmasını istəyirsinizsə, videonu bəyənib paylaşaraq dəstək ola bilərsiniz. Qanun layihəsi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin fəaliyyətinin təmin edilməsi ilə bağlı bir sıra tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 30 iyun tarixli 177 nömrəli fərmanına uyğun olaraq dövlət orqanının əsasında publik hüquqi şəxsin yaradılması ilə əlaqədar əmək pensiyaları haqqında qanunla dövlət qulluqçuları üçün nəzərdə tutulan qulluq stajının toplanmasına, dövlət qulluğuna xitam verilmiş şəxslərin dövlət qulluqçusu kimi pensiya hüququnun təmin edilməsinə dair təkliflərin hazırlanması barədə tapşırığın icrasını təmin etmək məqsədi ilə hazırlanıb. Müzakirələrdən sonra qanuna dəyişiklik layihəsi səs verməyə çıxarılaraq 3-cü oxunuşda qəbul edilib.